Həmişə istifadə etdiyimiz, amma heç fərqində olmadığımız şey nədir? Açması, nəfəs. Bəli, bugün nəfəs haqqında danışacağıq. Doğru nəfəs nədir? Yanlış nəfəs necə olur? Biz hansından istifadə edirik? Yanlış nəfəs alanda nə olur? Doğru nəfəs alanda nələr baş verir? Gəlin birlikdə bunlara toxunaq. Ümumiyyətlə, ilk olaraq nəfəsimizi tanımaqla başlamalıyıq. Mən necə nəfəs alıram? Hansı nəfəsə sahibəm? Birlikdə bunu yoxlayaq. Yoxlamaqdan ötürü bir əlimizi qoyuruq sinəmizin üstünə, digər əlimizi qoyuruq qarnımızın üstünə. Fikrimizi də cəmləyirik sinəyə və qarına. Burnumuzdan yavaş-yavaş dərindən nəfəs almağa başlayırıq. Sonra aldığımız nəfəsi yavaş-yavaş verəcəyik. Bu əsnada sinəmizdə olan əlimizə və qarnımızda olan əlimizə diqqət yetirəcəyik ki, hansı nahiyyə daha çox hərəkətli olur. Başladıq. Bir də siz fikir verin, hansı hissə hərəkətli oldu? Qarın hərəkət elədi, irəli gəldi, geri getdi, yoxsa sinə hərəkət elədi? Əgər sinə nəfəs alıb verəndə bu cür hərəkət edirsə, çiyinlərə də təsir göstərirsə, qalxır düşürsə, bu yanlış nəfəsdir. Yox, qarın nahiyəsinin hərəkətli olduğunu hiss ediriksə, bu bizim doğru nəfəsimizdir. Yəni, diafragmadan aldığımız nəfəsdir. Bizim bədənimizdə, mədəmizin üstündə, bu mədədir, mədənin üstündə, döş qəfəsinin altında, burada şəklində yerləşdirəcəm. Diafragma adlandırdığımız orqan var. Həmin əzələ kütləsi sadəcə bizi doğru nəfəs almaqla tənzimləyir. Fəaliyyəti ondan ibarətdir. Amma biz yanlış nəfəs alanda o pasiv qalır. Pasiv olanda da artıq ağızdan nəfəs alırıq, sinədən nəfəs alırıq. Sinədən nəfəs almaq o deməkdir ki, bizim ciyərlərimizin sadəcə 1/3 oksigen gedir. Amma diafragmadan nəfəs alanda, yəni qarın hərəkət eləyəndə ciyərlərin tamamı oksigenlə dolur və qan dövranı ilə bütün bədənimizə, beynimizə oksigeni çatdıra bacarır. Əks təqdirdə kifayət qədər çatdırmır. Təsəvvür edin, 1/3 oksigeni bizim bədənimizdə hansı orqana paylasın, beynə necə geçsin, çatsın. Burada da problemlər yaranır. İstər sağlamlıq baxımından, istər nəfəs baxımından, istər həyəcan baxımından, istər səsimizin idarə olunması baxımından. Baxın, nə qədər prosesə mənfi təsir göstərir sadəcə bizim çox primitiv zənn etdiyimiz, alıb verdiyimiz nəfəs. İndi nə etməliyik? Biz doğru nəfəsi vərdiş halına gətirməkdən ötürü məşqlər icra eləməliyik. Necə ki, əzələ yığmaqdan ötürü idman eləyirik. Xaricdə də əzələlərimizi görürük, idmandan yığırıq, möhkəmləndiririk. Diafragmada bir əzələ kütləsidir. Onun da idmana ehtiyacı var. Daxildə olduğu üçün biz görmürük. Xaricdən isə onun hərəkətini qarının hərəkəti vasitəsilə bilirik. Qarın hərəkətdədirsə, deməli diafragma daxildə öz fəaliyyətini görür, icra eləyir. Sinəyə keçəndə isə xeyr, icra eləyə bilmir. Buna görə də əzələ gimnastikası məşqlərini icra eləyəcəyik. Bəli, diafragmanın gimnastikası məşqlərini. Birini mən sizə misal olaraq deyim. Məsələn, çox sadədir, çox primitivdir, ardıcıllıqla olanda, icra elədiyimiz zaman biraz yorucu ola bilər, amma hər bir halda çox keyfiyyətlidir. Qarın nahiyəmizi yığırıq içəri. Yığın, 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 nəfəs alın, burnunuzdan yığın. Bacardığınız qədər içəri çəkin, yığın, yığın. Yığın, yığın, orada diafragma yığılır və öz vəziyyətinə qaytarın. Bunu ardıcıllıqla dəfələrlə edirik. Doğru nəfəs burundan alınır, ağızdan verilir. Qətiyyən unutmurum. Ağızdan alıb veririksə bu doğru nəfəs deyil. Sadəcə dodaq bağlı. Burundan alıb veririksə bu da yanlışdır. Burundan alırıq, ağızdan veririk. Bu doğru nəfəsdir. Demək, gimnastika hərəkətinin birini öyrəndik artıq. Tez-tez qarın nahiyəmizi yığacağıq. Sonra öz vəziyyətinə qaytaracağıq. Yığırıq.
öz vəziyyətinə qaytarırıq. Yığırıq, öz vəziyyətinə qaytarırıq. Bəli, burada artıq bizim qarnımıza, ətraf əzələlərinə də faydalıdır. Və artıq diafraqma öz fəaliyyətini icra eləməyə başlayacaq. Sonra gəlirik nəfəsin tənzimlənməsi. Nəfəsimizi tənzimləmək üçün də onu idarə edə bilməyimiz lazımdır. Necə? Məsələn, 1 saat, 10 dəqiqə, yarım saat, 2 saat dayanmadan çıxış eləyiriksə, get-gedə nə baş verir? Boğazımız quruyur, səsimiz cildəməyə başlayır, incitməyə başlayır, nəfəs kəsilir, yoruluruq, səsimiz başımıza düşür. Bu kimi halların baş verməməsi üçün 2 saatın sonunda əksinə daha da enerji toplamaq, daha da danışmağa səy göstərməkdən ötürü biz nəfəsi də doğru tənzimləməliyik. Başqa nüanslar da var, amma bugün nəfəsdən danışırıq. Nəfəsi doğru tənzimləyə bilməliyik. Doğru alıb verəndən sonra onun idarə etməsi var. Doğru idarə eləyə bilsək, istədiyimiz yerdə, istədiyimiz səsin səviyyəsindən istifadə eləyə biləcəyik, istədiyimiz səs tonundan istifadə eləyə biləcəyik, istədiyimiz qədərdə danışa biləcəyik. Yorulmadan, tükənmədən, boğazımıza xələl getirmədən, səsimizi dəyişmədən, enerjimizi düşürmədən davam elətdirə biləcəyik. Misal, gəlin bir məşqi birlikdə icra eləyək. Nəfəsin tənzimlənməsi məşqi. 4, 4, 4 məşqi var. Bu 4 addım da ola bilər. 4 saniyə məşqi də ola bilər. 4 saniyədə, gəlin saniyə ilə yoxlayaq. 4 saniyədə nəfəsimizi alırıq, burun vasitəsilə alırıq. 4 saniyədə nəfəsimizi tuturuq, həmin aldığımız nəfəsi tuturuq. Növbəti 4 saniyədə isə tutduğumuz nəfəsi veririk. Amma burada nəyə diqqət etirməyimiz lazımdır? 4 saniyəni keçməməlidir. Nəfəsi veririksə 4-də bitməlidir. 3-də yox, 5-ə keçməməlidir. 4-də bitməlidir. Bu artıq nəfəsi idarə etməyi öyrədir bizə. Nəfəsi biz idarə eləyirik. Sən 4-də bitməlisən, 5-ə keçməməlisən. Alıramsa 4-də dayanmalıyıq, 5-ə keçməməlidir, tez dayanmamalıyam. 4 saniyə saxlayıram. Nə az, nə çox. Gəlin birlikdə yoxlayaq. Alırıq. Tuturuq. Dörtte bitti. Tez nəfəsi verməsəydim, hava axınını daha da sürətləndirməsəydim, vaxtı uzanacaqdı 6, 7, 8. Amma sürətləndirdiyim üçün 4-də bitdi. Bu məşqləri ardıcıllıqla icra eləsək, bizim nəfəsimizə artıq çox yüngülləşmə baş verəcək, əsəblərimizə müsbət təsir göstərəcək, çox gərgin veririksə, əsəbləşən, özümüzdən çıxan, mənfi düşüncələrlə dolu olan beyindəyiksə, artıq doğru nəfəs onları da tənzimləyəcək. Səsimizdən istədiyimiz kimi istifadə edə biləcəyik, həyəcanımızı idarə edə biləcəyik. İnşallah həyəcanın idarə olunması dərsini də ayrıca keçərik. Orada nəfəsə toxunacağıq. Amma həyəcanın idarə olunması üçün doğru nəfəsi almağımız da vacibdir. Əlavə suallarınız olarsa, rəy bölməsində siz qeyd edin, biz cavablandıraq.